Salam değerli şagirdlər, hər vaxtınız xeyir olsun. Bugünkü video izahımızda 11-i 1-ci ay 2026-cı il Masallı Abituriyent Mərkəzinin keçirdiyi buraxılış mövzu sınaq imtahanının izahlarına baxacaq 11-ci siniflər üçün. Keçək suallarımızın izahına. Birinci sualda nə deyir bizə? A-nın hansı qiymətində bu ifadəsinin bərabərsizliyi doğrudur? Demək, biz bilirik ki, tək dərəcədən kökdən ifadəmizin özü çıxacaq. Yəni, bir dəqiqə düzəldim. Kub dərəcə A böyük bərabərdir 6 dərəcədən A üstü 6-dan. Daha doğrusu burada kub dərəcə var. Demək, bu kublar getsə kökün dərəcəsi ilə A böyük bərabərdir. Cüt dərəcədən də kökdən nə çıxırdı bizdə? Modul çıxırdı. Ədədin özü modulundan nə zaman böyük olurdu? Ya 0 olduqda, ya da müsbət olduqda bu ifadə demək nə olacaq? Bizdə A böyük bərabərdir 0-dan. B variantı. Keçdik ikinci suala. Bu ifadəni biz 4AC minus B kvadrat minus 4A düsturu ilə hesablayacağıq. 4 vurulsun A-nın qiyməti neçədir? 3. C-nin qiyməti neçədir? 7. Minus B-də neçədir? Mənfi 6. Yəni mənfi 6-nın kvadratı da 36. 4 vurulsun A neçə idi? 3 bərabərdir. 4 üçün 12 olacaq. Demək, 84-dən biz çıxacaq neçəni? 36-nı. 84-dən də 36 çıxanda neçə qalır bizdə? Demək, 48, 12, bunu da bölsək, cavab 4 olmuş olacaq. A variantı. Keçdik növbəti sualımıza. Demək, x-in kvadratı minus y bərabərdir 10-a. Bir də nə verir bizə? X plus 2y bərabərdir 1. Dəliklər sistemində x plus y cəminin ən böyük qiymətin. Görək tərəf-tərəfə toplamayıq da ki, gəlin əvəz etmə üsulu ilə eləyək. Burada y bərabərdir birinci ifadədə. X kvadrat 10 yazsaq, gətirib ikinci ifadədə yerinə yazsaq. X plus 2x-in kvadratı minus 20. Biri də keçəcək sol tərəfə bərabər 0-a. Demək, 2x-in kvadratı minus, daha doğrusu plus x minus 21 bərabər 0. Bu kvadrat tənliyi həll eləsək, diskriminantı tapaq 1 plus 168 verir bizə neçə? 169-u. Buradan x1 kökümüz olacaq mənfi 1 minus 13 bölünsün. 2-2-nin 4. Mənfi 14 bölünsün 4. Yəni mənfi 2-də 7. Digər kökümüzdə bunun nəyi olacaq? Plus, yəni mənfi 1 plus 13 bölünsün 2 vur 2. 12 bölünsün 4 bərabərdir 3-ə. Biz x-ları tapdıq. İndi nə edirik? Bu aldığımız ifadələri gətirib burada y-lə əvəz etməmişdikmi? Burada yerinə yazsaq, onda nə olar? Y1-imiz. Y1-imiz, onda gəlin x1-in qiymətini yazaq da yerinə. Burada kvadrat kimi, onda nə olacaq bizdə? 4-də 49 minus 10. Bu da nə verir bizə? 4-də 49-dan çıxaram 40-ı. 4-də 9. Onda gəlin y2-ni də tapsaq. Onda biz nə edirik? X2-nin qiymətini gətirib burada yerinə yazsaq. Olacaq 3-ün kvadratı 9 minus 10. Nəyə bərabər olacaq? Bu da mənfi 1-ə. Məndən x plus y cəminin ən böyük qiyməti. Yəni x plus y bir dəfə nə olacaq? x1 ilə y1. Yəni mənfi 2-də 7 ilə 4-də 9-u toplasam, orta məxrəci 4-ə gətirsəm, 2-yə vuracam mənfi 14 plus 9. Bu nə verir bizə? 4-də mənfi 5. Digəri də nə verir? X plus y bərabərdir. X2-miz neçədir? 3 plus y2-miz neçədir? Mənfi 1 plus mənfi 1. Bu da bərabər oldu 2-yə. Bizdən böyüyün soruşduğuna görə cavabı 2. B variantı. Çətin sual deyildi, amma ki, nisbətən biraz uzun-uzadı getdik də. Sonra 34-cü sual. Şəkildə çevrəli çəkilmiş iki kəsənin əmələ gətirdiyi göstərin dərəcə ölçülər verilmişdir. Kəsənlər arasındakı bucağı tapın. Birbaşa düsturdur. Gəlin üzərində qeyd eləyək. Kəsənlər arasındakı qalan bucağı tapmaq üçün böyük qövsün dərəcə ölçüsündən kiçik qövsün dərəcəsini çıxırıq. Bölürük nəyə? 2-yə. 80 bölünsün 2 bərabərdir 40 dərəcə. D variantı. Növbəti sual.
Şəklə əsasən DAM bucağı, bu bucağın bərabərliyini verib nəyə? CBM-ə. Demək buna bərabərdir. Sonra uşaqlar, bu tip şəkillərdə də bərabərliyi veribsə, onda gəlin bir dənə bucaqlarımızı da başqası göstərək. Bu bucaqlar da bir-birinə nə olacaq? Bərabər, yəni qarşılıqlı bucaqlardır. 3 bucaqda 2 bucaq bərabərdirsə, 3-cü bucaqlar da bir-birinə nə olacaq? Bərabər. Yəni bu bucaqlar da bir-birinə nədir? Bərabər. Onda belə çıxır ki, bu 3 bucaqlarımız nədir? Oxşar 3 bucaqlardır. Oxşarlıqla yazacağıq bunu. AD məsafəsi. AD məsafəsini bizə verib 10. AM məsafəsini verib bizə 5. Sonra BM məsafəsini verib bizə 2. Daha nə verib bizə? BC-ni soruşur. BC-yə bir hansı bir x yazaq. Demək uyğun bucaqlar qarşısındakı tərəflər nisbətini yazacaq. Yaşılla işarələdiyimiz bucaqların qarşısındakı kiçik üç bucağın, yəni bir üç bucaq, bu da iki üç bucaq. Bir üç bucaqda yaşıl bucağın qarşısında duran tərəf x-in, ikinci üç bucaqda yaşılın qarşısında duran tərəf nədir? Ona nisbəti bərabərdir. Sonra burada bir neçəsini yazacaq. Demək də hansı ilə götürə bilərik? Bunu verib, bir üç bucaqda, bax bu bucağın qarşısında duran tərəf 2-nin, burada duran bunun qarşısında duran tərəf nədir? 5-ə nisbəti. Çarpaz vursa onun olacaq 5x bərabərdir 20-yə, x bərabərdir nəyə? 4-ə. Yəni BC məsafəsini tapdıq neçə? 4. 36-cı sual. X plus C, Y cəmin verib, hasilini verib, bizdən bu ifadəni soruşur. Orta məxrəcə gətirəcək. Nə olacaq? X, Y, x-in kvadratı plus y-in kvadratı. Buna da köməkçi düstur tətbiq eləsək, x plus y bağla kvadrat minus 2x, y. X, y qalsın məxrəcdə. Gətirək ifadələri yaza yerinə. X plus y 5 veribsə, 5-in kvadratı minus 2 vurulsun. Hasili neçə verib? 3. Məxrəcdə də 3 bərabərdir. 25 minus 6 bölünsün 3'ə. 25'ten 6 çıxıram 19, 3. 3'də 19 C variantı. Bərabərsizliyin tam həlləri cəmini tapın. Birbaşa intervallar üsulu ilə yazarıq. Bunu neçə olacaq bizdə? Daha doğrusu 4'ü almır. -4, 5'e içi dolu götürüləcək. 5. Sağdan başlayaraq mənfi, müsbət, mənfi aralığı götürəcək. Demək, -4 və 5 aralığı. Bizdən nə deyir? Soruşur. Bərabərsizliyin tam həlləri cəmini tapın. Tam həlləri cəmi demək. Başlayır neçədən? -3'dən tan içiyə 3, 4, 5'ə can. Şagirdlər, -3'dən müsbət 3'ə can ifadələrin cəmi nə olacaq? 0. Çünki -3 olacaq, müsbət 3. Bunun cəmi gedəcək 0'a, əks ədədlərin cəmi 0. -2, müsbət 2 bunlar gedəcək cəmi 0'a, -1, müsbət 1 cəmi 0'a gedəcək. Yekunda bizdə nə qalacaq? 4 ilə 5'in cəmi. Onda cəmi bizə neçəni verir? 9'u. Həndəsi silsiləsində B1 24, Q -2'də 1 olarsa B5'i tapın. B'in bərabərdir. B1 vurulsun Q üstü E-1 düsturuna görə. B5 bərabərdir. B1 vurulsun Q üstü 4. Demək, B1 var, Q var. Bəli, elə B5'in özünü tapacağım. B1 neçə verir bizə? 24 vurulsun. Q neçə verir? -2'də 1 üstü 4'ə. 24 vurulsun. Neçə? 16'da 1. 8 ilə bunu ixtisar aparsaq 2 qalır. Burada da 3 qalır. Demək 1/5 cavab varmı? A variantı. 1/5. 38 idi bu sual. 39. Düsturu ilə verilmiş paralel köçürmədə 1 -1 nöqtəsi hansı nöqtəyə keçər? Bu nöqtədə yerinə yazsam x iştirik bərabərdir. X-in qiyməti neçədir? 1 - 3. -2 nöqtəsinə keçdi. Y iştirik nəyə bərabərdir? Y-in qiyməti neçədir? -1 plus 2. Bu da 1'ə keçmiş oldu. Yəni -2 və 1. B variantı. ABCD'ye 5 bucağısında bir qələmi düzəldək. 5 bucağısında BD paralel AY'yə, CK perpendikulyardır AY'yə. Uşaqlar, əgər BD AY'yə paraleldirsə, bunu perpendikulyar verib sonda burada nə olacaq bizdə? Perpendikulyar olmuş olacaq. Yəni paralel düz xəttlərə çəkilən perpendikulyarlar eynidir. Sonra BD-ni verib 12. Sonra AY-ni 8 verib. Yəni buradan bura 8. CK bütövlükdə bura neçədir? 10'dur. Və OK da 6. OK 6'dırsa, onda CK buradan bura məsafəmiz 4 olurmu? Demək, nə edəcək? Burada bu 5 bucağının bizdən sahəsini istəyir. Bax,
bu üçbucağın sahəsini bir taparıq. Bir də bu trapeziyanın sahəsini bir tapıb nə edəcəyik? Toplayarıq. Bizim onlar nəyimiz? Beşbucağımızın sahəsi. Gəlin bunu burada yazaq. Köçürdüm bunu bura. Demək B, C, D. Bu üçbucağın sahəsi. BD məsafəsini bizə neçə vermişdi? 12. C 10 məsafəsi neçə idi? 4 qaldı da bizdə. 4. Üçbucağın sahəsi nə idi? 2də 1. Tərəf o tərəfə çəkilən hündürlüyü hasilinin yarısı. Yəni 2də 1 vur tərəf 12 vur hündürlük. İxtisar 7 nəyə bərabərdir? 24-də. Bunu tapdıq. İndi biz nəyi tapacaq? Bu trapeziyanın sahəsini. Trapeziyanın sahəsi nə idi? Oturacaqları cəminin yarısı ilə hündürlüyü hasili. Demək 12 verib, oturacağı verib. Alt oturacaq 12, üst oturacaq 8. Daha doğrusu böyük oturacaq 12, kiçik oturacaq 8. Hündürlüyü də vermişdi bizə neçə? 6. Trapeziyanın sahəsi nə idi? Oturacaqlar cəminin yarısı 12 plus 8 bölünsün 2 vurulsun 6. 22'ye böləcəm 10 vurulsun 6. Bu da elədi bizdə 60 demək. Şəkilin üzərində quraq. Daha doğrusu yazaq da. Bu üçbucağın sahəsini tapdıq biz 24. Bu bir trapeziyanın da sahəsini tapdıq 60. Ümumi beşbucağın sahəsi nəyə bərabər olacaq? 24 plus 60 o da bərabərdir 84'e. A variantı. 41-ci sual. İfadəsini vurğun kök işarəsi altına salın. Şagirdlər biz birinci nə etməliyik? X-in işarəsini təyin eləməliyik. Kök altında mənfi x bölünsün 3. Biz bilirik ki 3 müsbət ədəddir. Və kök altı ifadə mənfi ola bilməz. Burada mənfini yox eləməyimiz üçün məcburan x-imiz nə olmalıdır? Mənfi ədəd olmalıdır ki, mənfi mənfiyə dəysin. Kök altı ifadəmiz nə olsun bizdə? Müsbət. Demək x-imiz oldu mənfi. Və x-imiz mənfidirsə, biz burada ifadəni vurğu kök işarəsi altına salsaq, mənfisini saxlayır çöldə. Yəni mənfi qaldı. 3x də kökə necə girir? 9x-in kvadratı vurulsun. Mənfi x bölünsün 3-də misalımızda var idi. Bərabər. Mənfi qalsın. 3 ilə 9, 7 qaldı 3. X kvadrat mənfi x-ə dəyir. Mənfi 3x-in kubu. Demək, kökdən çöldə də mənfi var, kökün daxilində də. Hansıdır var mı elə cavab? Demək, B variantı. 42-ci sual. Demək, 42-ci sualda nədir? Kökləri, tənliyin kökləri olarsa x1, x2. Bizdən bununla ifadəni soruşur. Yəni, biz birinci bu ifadəni çevirmiş kvadrat tənliyə salsaq, yəni x kvadratın əmsalına belə minus 4'də 3x minus 4'də 1. Bərabər 0-a. Viyyətə görə köklər cəmimiz bərabərdir ikinci həddin əmsalına, əks işarə ilə. Köklər hasilimizdə nəyə bərabərdir? Sərbəst həddimizə. Və 1 bölünsün x1 plus 1 bölünsün x2 ifadəsini soruşduğuna görə nə edirik biz bunlar üçün? Orta məxrəcə gətirsək x1, x2. Birinci kəsiri nəyə vurmuşam? x2'ye demək sürətim olacaq x2 plus ikinci kəsirdə x1'ə vurduq. Şurada gətirək yazaq yerinə geçsin. Cəmimizi neçə verib? 4'də 3. Hasili neçə vermişdi? Mənfi 4'də 1. 4'lər ixtisar gedəcək. Cavab nəyə bərabər olmuş olacaq? Mənfi 3'ə. B variantı. Sonra demək burada nə qruplaşdıraq görək. Elə bunları bir qruplaşdıraq. Bunların ikisini o şəkildə qruplaşdıraq geçsin. Sürətdən eynirəm birincisindən. B-ni çıxardaram. Nə qalar məndə? B minus 5. Minus ikinci ifadədən nəyi çıxardaram? A-nı çıxardaram və B minus 5 olar. Plus niyə minusa çevrilir? Mötərizənin qarşısında mənfi var deyənə. Məxrəcimizdə nəyin atılışıdır? 5 minus B, 5 plus B-nin bərabərdir. İndi baxırıq sürətdə ortaq vuruq kimi nəyi çıxardırıq qarşıya? B minus 5'i nə qalır bizdə? B minus A. Məxrəcimizdə nə olur? Bir dəqiqə. 5 minus B, bir də 5 plus B. Şahidlər, biz bilirik ki, əgər A minus B, B minus A yazırıqsa, bir dənə qarşıya nə atırıq? Mənfi. Onda biz, bunları silin, eləməsin. Biz burada 5 minus B ilə B minus 5 yaparsaq, bizdə nə qalacaq? Mənfi B minus A, 5 plus B-yə. Təbii ki, mənfi ilə cavab olmadığına görə mənfini vuracaq sürətə. A minus B bölünsün 5 plus B-yə. A minus B bölünsün 5 plus B. B variantı.
Keçdik 44-cü sual. 44-cü sual deyəsəm biraz uzun sual oxşayır. Lövhəni təmizləyək. Demək, A1, A2, A3, A4 yəqin ki uyğun olaraq 17-yə can bu cəm gedir. Bizdən soruşur A3 plus A15 cəmini tapın. Şagirdlər, silsilələrdə belə bir qaydamız vardı ki, indekslərin cəmi bərabər olan hədlər bir-birinə nədir? Bərabər. Yəni A1 ilə A17-nin cəmi, A2 ilə A16-nın cəmi və sair bunlar hamısı və A3 ilə A15-in cəmi bir-birinə nədir? Bərabər. Və bunlar da bizə verəcək 2 dənə A9-u vermiş olacaq. İndi baxaq görək. A1-dən A17-yə can 17 dənə hədd var. Onun biri içində A9 çıxsaq, 16 dənə hədd 2 yerə bölsək, yəni bu cəmə görə. Bizdə neçə olur? 8 dənə 2 dənə A9 əmələ gəlmiş olur. Bizdə yaranır. 8 dən 2 dənə A9 yaranır cəm və bu cəmi də bizə neçə verib? 153. Demək görək. Demək bu ifadələrin cəm versiyonu 8 dənə 2 dənə A9. Hə, orada bizdə bir dənə də A9-umuz ortalıqda qalır. Öz həddi kimi baxın. A1 ilə A17-nin cəmi bizə nəyi verir? 2 dənə A9-u. Sonra A2 ilə A16-nın cəmi nə verir bizə? 2 dənə A9-u və s. bu şəkildə gedir. Ortaqda bir dənə A9 həddi özü qalacaq. Yəni 8 dənə 2 A9 yaranır və bir dənə də nəyimiz var? A9-cu həddimiz. Və onların cəmi bizə nəyi verir? Nəyi verir? 153-ü. Verib bizə 153. İndi lövhəni təmizləyə burada yazaq. 17 dənə A9 olurmu? Yəni 8 vururam 2-yə 16. Üzərinə bir dənə də gələm. 17 dənə A9 bərabərdir 153-ə. Məndən A9-u 9 tapırıq mı? Demək. Bəli, 153-ü 17-yə böləndə neçə düşür bizdə? 9 düşür də, düzdür. Demək, A9-umuz 9-dursa, məndən soruşur ki, A3 plus A15 cəmi nəyə bərabərdir? Bayaq dedik ki, indekslərin cəmi bərabərdirsə, biz bu şəkildə deyirik. Yəni, 2 dənə A9, 2 vurulsun. A9-da biz neçə tapmışıq? 9. 2 9-unda neçə eləyir? 18. Yəni, A3 ilə A15-in cəmi bizə nəyi vermiş olacaq? 18-i. Doğru cavabımız neçə olur? 18. Eni uzunluğundan 4 dəfə kiçik olan düzbucaqlı ilə kvadratın sahələri bərabərdir. Bir düzbucaqlımız var, bir də kvadratımız. Eni uzunluğundan 4 dəfə kiçik. Eni x olsa uzunu 4x olurmu və sahəsi də neçə olacaq? 4x-in kvadratı. Bu, onda belə çıxır ki, kvadratın da sahəsi neçəymiş? 4x kvadrat. Kvadratın sahəsi 4x kvadrat. Sonda tərəfləri neçə olur? 2x, 2x və bu şəkildə. Perimetri olur 8x. Bunun perimetri neçə olacaq? 4x, 4x, 8x, 2x, 2x. Bunların da cəmi 10x. Düzbucaqlının perimetrinin kvadratın perimetrinə olan nisbətini tapın. Yəni 10x-in 8x-ə nisbəti. X-lar gedər 8-də 10. 2 yaparsam ixtisar 4-də 5. 1 tam %25. Doğru cavabımız olur 1 tam %25-ə. Fx tək funksiyasıdır. Tək funksiyadırsa uşaqlar f mənfi 3 əgər 9-dursa, tək funksiyada mənfini qarşıya atırdığımı, yəni f3 bərabər 9, buradan da f3-ü tapsam neçə olur? Mənfi 9. Gəlib bu ifadəni taparam. 6 vurulsun f mənfi 3, yəni 6 vurulsun f mənfi 3-ün qiyməti neçədir? 9. Minus f3-ün qiyməti neçədir? Mənfi 9. 6 9-un 54 plus 9 neçə verir mənə? 63. Doğru cavabımız oldu 63. X-in hansı qiymətində vektorun uzunluğu 5 olar? Şahidlər, vektorun əgər koordinatları tutaq ki, x, y idisə, onda A vektoru mütləq qiyməti və uzunluğu necə tapırdı? X kvadrat plus y-in kvadratı. İndi bizə hazır verib ki, uzunluğu 5-dir, yəni 5 bərabərdir. Kök altında koordinatların kvadratları cəmi 3-ün kvadratı, 4-ün kvadratı. 5 bərabərdir. X kvadrat plus 9 plus 16. Bu bizə nəyi verir?
Hər tərəfi kvadrata yüksəltsək 25 bərabər x-in kvadratı plus 25. Onda belə çıxır ki, x-in kvadratı 0, x nəyə bərabərmiş? 0-a. X-in 0 qiymətində bu vektorumuzun uzunluğu 5-ə bərabər olmuş oldu. X plus y cəmini tapın. X-in verib bizə hansı aralıqda? 11 və 5. 5 və 11 aralığı. Y-nə verib hansı aralığı verib bizə? 2 və 6 aralığı. Bizdən birinci x plus y aralığına baxaq. Şagirdlər, 2 qat bərabərsizliyi toplayanda nə edirdik biz? 6 bu şəkildə toplayırdık da. Onda nə olacaq? 7 və bu iz neçə olacaq? 17. Cəminin ən kiçik qiyməti. Bu cəmin ən kiçik qiyməti neçədir? 8 olurmu? Bunu bildik. İndi nisbətə baxırıq buradan. X böl y nisbətinə. Nisbət də olanda biz çarpaz bölürdük də. 5-i 6-ya, 11-i də nəyə bölürdük? 2-yə. İndi x bölünsün y nisbətinə də baxsam, 5-i nəyə bölürəm? 6-ya. Olur 6-da 5. 11-i də 2-yə bölürəm neçə? 2-də 11. Bununsa nisbətin ən böyük tam qiyməti. Ən böyük olması üçün ümumiyyətlə bu nə idi? Bir dənə də yazaq buna. X-in y-ə 6-da 5. 5 tam 10-da 5. Bunun da ən böyük tam qiyməti 5 olurmu? Bizdən bunların hasilini soruşur. Yəni 8 vurulsun 5 bərabərdir nəyə? 40-a. Keçdik 49-cu suala. Şəkildə tərəfi 8, 11 və x plus 2 olan 3 buzağı vermişdir. X-in ola biləcək ən böyük tam qiyməti tapın, cavabınızı izah edin. Şagirdlər, 3 buzaq bərabərsizliyi kimi baxacaq. Nə idi 3 buzaq bərabərsizliyi? Hər hansı bir tərəf digər iki tərəfin cəmindən kiçik, fərqinin moduluna nədir? Böyük. X plus 2 nədən kiçik olmalıdır? 8 ilə 11-in cəmindən. Nədən böyük olmalıdır? Fərqinin moduluna, yəni 11 minus 8-dən. 3-dən böyük olmalıdır. X plus 2 nədən kiçik olmalıdır? 19-dan. Hər tərəfdən nə çıxıram? 2. 1. Kiçikdir x. Kiçikdir nə? 17. Ən böyük tam qiymət. X-in ala biləcəyi ən böyük tam qiyməti. X hansı qiymətləri alır? 1-dən böyük, 17-dən kiçik və bunların içində də ən böyük neçə çıxır? 16. Həll edin sual. Motorlu qayıq çayın axını ilə, bu deyə biraz uzun gedəcək deyəsən məsələlərdir. Motorlu qayıq çayın axını ilə verib 36 kilometr, axına qarşı 18 kilometr getdi. Şaylə çayın axını ilə gedibsə, S plus üzərində plus yazır, yəni çayın axın istiqamətində gedib də. Nə qədər gedib bizdə? 36 kilometr. Bəs yaxşı, axına qarşı nə qədər gedib bizdə? 18 kilometr. Bunu bildik. Və deyir ki, və buna 6 saat vaxt sərf edib. Yəni getməklə qayıtmağını ümumilikdə nə qədər vaxt sərf edib? 6 saat. Bunu bildik. Bizdə də çayın axma sürəti hər yerdə 3 km/saat olarsa, yəni V çay hər yerdə neçədir deyir? 3 km/saat olarsa, qayığın durğun sudakı sürətini tapın. Yəni durğun sudakı və qayığın öz sürətini tapacağam da. Qayığın durğun sudakı sürəti. Bunu hər hansı bir x desəm, yəni biz nəyi tapacaq? X-i tapmış olacaq. Demək, məsələni tənlik qurmaqla həll edin. Gəlin quraq tənliyimizi. Bizdə sürət düsturu var ki, V bərabərdir S bölünsün T. Biz buradan T-ni tapanda S bölünsün V yazırıq mı? Bunu əsasən yazacaq. Bir dəfə nəyi tapacaq? Getdiyi, yəni suyun, katerin çayın axın istiqamətində getdiyi vaxtı taparım. Yəni buna da plus yazsam. Nə qədər yol gedib? 36 kilometr. Şagirdlər, bir şey də bilin ki, çayın axın istiqamətində gedəndə katerin sürətinin üzərinə bir də çayın sürəti gəlinəcək. Katerin sürəti nədir? X bilmirik. Çayın sürəti nədir? 3. Bu qədər vaxt sərf eləyib buna. Bir də görək, axına qarşı nə qədər vaxt sərf eləyib? Getdiyi məsafə axına qarşı nə qədər gedib? 18. Və axına qarşı gələndə isə bizdən katerin sürətindən çayın sürəti çıxılacaq. Yəni x-dan çıxacaq nəyi? 3-ü. Bizdən vermişdi ya, ümumi gediş gəlişə neçə vaxt sərf eləyib? Nə qədər vaxt sərf eləyib? 6 saat. Onda belə çıxır ki, T nəyə bərabərmiş? T plus, yəni T minus. Bunların ikisinin cəminə bərabərdir. Bu da nəyə bərabərmiş? 6-ya. Biz bu iki ifadəni nə edəcəyik? Toplayıb bərabərləşdirəcəyik 6-ya. Tənliyimizi həll edəcəyik getsin. Biraz uzun gedir həlli. 36 bölünsün. X plus 3.
Bunları toplayacağıq da x minus 3, 18. Cəm nəyə bərabərdir? 6-ya. Bunlar üçün biz nə edirik? Ortaq məxrəc. Ortaq məxrəc ikisinin məxrəclərin hasilidir. X plus 3. Birinci ifadəni, birinci kəsirimizi x minus 3-ə vurmuşuz. Sonda belə çıxır ki, 36. X minus 3-ü 36-ya vursam 108. Plus ikinci kəsirimizdə x plus 3-ə 18. X plus 3 18-ə vursaq 54. Bərabərdir 6-ya. Gəlin sürətimizi sadələşdirək. 36x 18x cəmlə söy verir bizə 54x minus 108-dən mənfi 108 plus 54. Bu da bizə nə verir? Minus 54. Məxrəcimizdə də x kvadrat minus 9 kimi yazaq. Bərabər 6. 6-ya da məxrəci 1 olan kəsir kimi baxıb bu ifadəni çarpaz vursaq 54x minus 54 bərabərdir nəyə? 6 vurulsun x kvadrat minus 9-a. Buradan hər bir həddimizi 6-ya bölsək 9x minus 9 bərabərdir x-in kvadratı minus 9-a. 9-ları islah aparsaq nə olur bizdə? 9x bərabər x-in kvadratı və x-ları da aparsaq x-in elə 9-a bərabər olmuş olduğunu alarıq. Və biz x-ə nə demişdik? Qayığın sürəti. Bizdə nə soruşurdu? Qayığın durğun sudakı sürəti ilə qayığın sürəti nəyə bərabərdir? 9-a. Keçdik növbəti suala. Ben bunu silim qoy. Məktəbli yarışlarında təmsil edəcək şagirdlərin sayını 4 nəfər azaltsaq, onlar sayı 9-12 arasında, 6 nəfər azaltsaq, 8-11 arasında dəyişir. Əvvəlcə yarışda neçə nəfər iştirak nəzərdə tutulmuşdur? Bilmirik. Əvvəlcə tutaq ki, x nəfər yarışda nəzərdə tutulub. Nə deyir bizə? 4 nəfər azaltdıqda 9-12 arasında olar. Yəni x minus 4. 4 nəfər azaltmışam. Hansı aralıqda olacaq bizdə? 9 və 12. Bunu bildik. Bəs yaxşı deyir. 6 nəfər azaltsaq, yəni x minus 6. Bunda hansı aralıqda olacaq bizdə? 8 və 11 aralığı. Bu iki bərabərsizliyi həll edib kəsişən cavabımızı götürəcək. Birinci ifadədə neyəcəm? Hər bir həddin üzərinə 4 əlavə eləsəm 13 kiçik x kiçikdir. Daha doğrusu böyükdür. Nədən? 16-dan. Digərini hər tərəfə 6 əlavə eləsəm 14 x. Bu da neçə eləyir? 17. Bu cavabların ikisinin kəsişməsini götürsək neçə olacaq? 13, 14 və 16. Bir də neçə? 17. Birinci cavabımızın həlli nə idi? 16-ya can. İkincinin cavabı nə idi? 14-dən də 17-yə can. Kəsişməsi nə verdi bizə? 14, 16. 14, 16 aralığında ədədimiz neçədir? 15. Demək, əvvəlcə neçə nəfər nəzərdə tutulmuşdu? 15 nəfər. 3 briqadadan 150 işçi var. Birinci briqadada ikincindən 3 dəfə az, üçüncü briqadada isə birincindən 25 nəfər çox işçi çalışır. Birinci briqadada neçə işçi var? Şagirdə tutaq ki, birinci briqada, ikinci briqada, bu da olsun üçüncü briqada. Deyir ki, birinci briqada ikincindən 3 dəfə az. Tutaq ki, 3 dəfə az deyirsə, mən ikinciyə 3x, birinciyə x deyərəm. Çünki birinci briqada ikinci briqadadan 3 dəfə azdır. Sonra, üçüncü briqada isə birincindən 25 nəfər çoxdur. Yəni, birinci x-idir, üçüncü ondan 25 nəfər çoxdursa, x plus 25 yazarıq. Ümumi bizə nə demişdi əvvəlcə? 3 briqadada ümumilikdə 150 işçi var. Bunları toplayarıq. X plus 3x plus 25 nəyə bərabər olacaq? 150. X, 3x, x demək 5x bərabərdir. 25-i keçid edirəm, 50-dən çıxsam 25-i qalar 125. X-imiz nəyə bərabərdir? 125-i 5-ə bölsək, cavabımız olacaq neçə? 25. X-imiz oldu 25. Bizdə nəyi soruşurdu? Birinci briqadada neçə işçi var? Elə birinci briqada neçədir? 25-dir. X-imizi tapmışıq 25. İkinci briqadamız neçədir? 75. Üçüncü briqadamız neçədir? 50. Məndən birinci briqadanı soruşduğuna görə birinci briqadamız elə neçə nəfərmiş? 25 nəfər. Keçdik 53-cü suala. Demək,
Zəhra, Şahin və Sadiq radiusu 6 sm olan pizzanın mərkəzi bucaqları 1, 2, 3 nisbəti olan sektorlara böldülər. Zəhraya ən kiçik, Sadiqə ən böyük hissə düşdüyü məlumdur. Onların hər birinə düşdüyü dilimin sahəsini tapın. Hər birinə düşən dilimin sahələrini tapacaq ayrılıqda. Demək, yataq ki, bu bizim pizzamız olsun. Hansı nisbətdə bölünür mərkəzi bucaq? Bu tözü mərkəzi. 1, 2, 3 nisbətində bölünüb. Demək, onda biz bunları nə götürərik? Alfa, 2 alfa, bir də neçə? 3 alfa. Tam bucağımız neçə dərəcədir? 360 dərəcə olduğundan biz bunları toplasaq bərabər eləyirik nəyə? 60-a. 360-a daha doğrusu alfa, 2 alfa, 3 alfa bərabərdir. 360 dərəcə. 6 alfa bərabər 360 dərəcə. Alfamız nəyə bərabərdir? 36, daha doğrusu 36 neydi? 60 dereceye. Alfa oldu 60 derece. Demek bizim merkezi bucaqlarımız neçə dərəcədir? 60 derece, 120 derece ve 180 derece. Bizden soruşur ki, onların hər birinə düşən dilimin sahəsini tapın. Yəni sektorun sahəsini bizdən istəyir də. Sektorun sahəsi də ki, sektorun sahəsi də ki, pi r-in kvadratı alfa bölünsün 360 düsturu ilə tapılır. Gəlin bir-bir tapay. Zəhra ən kiçik. Yəni Zəhraya bura yazım Z, Zəhra. Sadiqədə ən böyük. Bura Sadiq olsun. Şahindəki ortancılda 120 dərəcə olana. Demək, bir-bir tapacağım. Yəni burada bir dənə dəyişən nə olacaq bizdə? Alfanın bucaqları. Ümumi radiusumuzu neçə verir bizə? 6. P-nin qiymətini neçə verir bizə? 3. Füsudaca düsturda hesablayaq. S bərabərdir. Kimi birinci hesablayırıq? Zəhranı. Tutaq ki, S-in ayağına Z yazım ki, Zəhranın yediyi pizzanın sahəsi. Verilən qiymətləri yazaq yerinə. P-nin qiyməti verir bizə 3. R verib 6. Yəni 6-nın kvadratı 36 vurulsun. Zəhranın dərəcəsi neçə idi? Zəhranı işarə elədiyimiz mərkəzi bucaq 60. Bölünsün 360-a. Buradan 60-ın sıfırlar gedər. 360'lar gedər. 3'ü vururam 6'ya neçə edir? 18. Digəri neçə olacaq? Tutaq ki, Şahinin yediyi pizzanın sahəsi 3 vur 36. Bir dənə bizdə burada dəyişən nə olacaq? Bucaqlar. 120 derece böl 360. Bunu sıfırlarına aparsam 36 ile 36 gider. 3'ü vuraram 12'ye neçə qalır? 36. Ve S Sadiq. Bunda neçə olur? 3 vur 36 vurulsun. Neçədir onun dərəcəsi? 180 derece. Böl 360'a. Burada da sıfırlar gider. 36 ile gider. 3'ü vuraram neçəyə? 18'e. Bu da neçə edir? 54. Bunların hər biri Sadiqin ən böyük hissədir. Onların hər birinə düşən dilimin sahəsini tapın. Hər birinə düşən dilimin sahələri birində 18, birinə düşür 36, birinə də düşür 54. Birinə deyəndə ki, yəni Zəhraya düşdü 18, Şahinə düşdü 36, Zəhraya da düşdü. Zəhra nə idi? Sadiqə də düşdü 54 dənə. Bunun soruşursan birin soruş ki, deyən ki, Sadiqin yediyi və yaxud da ki, Zəhranın yediyi də hər birinin ayrı-ayrılıqda. Diaqramda A və B məhsulların satış qiyməti verilib. Ay ərzində ümumilikdə 2400 AZN dəyərində 160 ədəd məhsul satılmışdı. Yəni A məhsulu satılıb, bir də B məhsulu satılıb. A, B məhsulu satılıb. Ümumilikdə nə qədər satılıb? 160 dənə. Şagirdlər, A məhsulunu 12'dir, 12 manat, yəni 12 AZN. B məhsulu isə 18 AZN-dir. Əgər A dənə satılıbsa və biri 12 AZN-dirsə, onda 12A və B məhsulu 18 olduğundan 18B yazıb, ümumilikdə nə qədər qazancı olunub? A ərzində ümumilikdə 2400 AZN dəyərində. Aha, bunu da bərabərləyirəm nəyə? 2400-ə. İkinci ifadənin hər tərəfin 6'ya aparsaq ixtisar qalar bizdə 2A plus 3B bərabərdir. 6'ya aparmışam neçə qalıb bizdə? 400.
Sistem tənliyi həll eləyəcək. Bu ifadəni də gətirib yazsaq burada. Bu ifadəni də hər tərəfini 2-yə vursaq 2a plus 2b bərabərdir. 2-ni 160-a vuranda 320. Tərəf-tərəfə çıxacaq. 2a-dan 2a 0, 3a-dan 2b çıxdı. 3a 2. Bunu hana yazmışam? Bu b deyə A-niyə yazmışam. 3b-dən 2b çıxmışam, b qalıb. 400-dən də 320 çıxanda nəyə bərabər olmuş olur? 80-ə. Məndən nə soruşur? B məhsulunda nə qədər satılmışdı? Elə mənim bu tapdığım B məhsul olduğuna görə nə qədər satılmış olub? 80 dənə. 54-cü sual və sonuncu sual. Aha. Sadə vuruqların hansı şəklində göstərilir bizə? 2 vurulsun m, vurulsun 3 üstü 5, vurulsun 7 üstü n. B-ni neçə verir bizə? Demək, B bərabərdir. B-ni də verib ki, 2-nin kubu, vurulsun 3-ün 3 üstü k, vurulsun 7 üstü 4-ə. Bizə verib ki, əbob A və B. Bunların əbobı neçə verir bizə? 2 üstü 2 vurulsun 3 üstü 4 vurulsun 7 üstü 4'ə. Şagirdlər, biz bilirik ki, əbobda həmişə biz nəyi götürürük? Ortaqları, yəni ikisində də olan. Bir də bizə nəyi verib aşağıda? M plus n vurulsun k ifadəsinin ən kiçik qiymətin. Nəyə görə ən kiçik qiymətin deyir? Məsəl üçün, burada baxın, m-in yerində burada istəyir 5 ola bilər, 8 olsun, 9 olsun, nə bilim 10 olsun. Ola bilər də. Amma bizdən əbobda 2 üstü 2 götürmüşük, yəni ortaqları götürmüşük. Daha doğrusu yox, ortaqlar bir dəqiqə. Burada mən qarışdırdım bunu. Demək 2 üstü 2 verib. Hadi demək biz də ortaqlar götürsək, m məcburən neçə olmalıdır? 2 olmalıdır ki, ikisinin ortaqlarını götürsək. Əgər 2-dən böyük ədəd olsaydı, tutaq ki 4 olsaydı, onda ortaq vuruq 3 kimi götürərdik. Çünki əbobda biz nə edirik? Dərəcəsi kiçik olan götürürük də, düzdürmü? Demək, m 2 olmalıdır ki, bu ikisi üçün ortaq nə olmalıdır? 2. Sonra 3 üstü 5, 3 üstü k və biz də ortaq olaraq nə götürmüşük? 4'ü götürmüşük. Demək, k-nın da qiyməti neçəymiş? 4 demiş ki, ortaq k ortaq kimi 3-ün qüvvətini 4 götürüldü. Və 7-nin qüvvəti 4 verib burada. Burada da verib n. Və 7 üstü 4, yəni ortaq kimi 4'ü götürülüb. Demək, n-in də qiyməti nəyə bərabərmiş? 4'ə. M bərabər 2, n bərabər 4 və k da bərabər 4'ə. Bunların hasılı neçə verir bizə? 2 4'ün 8, 32. Mən bayaq nəyə yazırdım? Qüvvətləri ən kiçiyi gördüm burada. Dedim bəlkə oradan nəsə qüvvətlər böyük olmuş olar. Bitdi mi suallarımız? Yaxşı uşaqlar, sağ olun.